Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda renkli paltarların rəngini qaçırmadan, üzərindən meyvə ləkəsin, yağ ləkəsin, müxtəlif ləkələri necə çıxarmaq olar, onu sizə çəkib göstərəcəm. Biraz gördüyünüz kimi paltarın üzərinə meyvə suyu vurdum. Azacıq da yağ əlavə edəcəm. Sonda bu ləkələrin necə çıxdığına öz gözünüzlə şahid olacaqsınız. Ləkələrin üzərindən bolluca soda əlavə edirəm. Sodanın üzərindən təxminən 2 qaşıq pereks əlavə edirəm. Çox az miqdarda 1 qaşıq kimi də limon duzu əlavə edirəm. Əgər limon duzu yoxdursa, onu limonun suyu ilə əvəz etmək olar. Yenidən azacıq pereks əlavə edib, təxminən 10-15 dəqiqə saxlayıram. 10-15 dəqiqə vaxt keçdikdən sonra paltarın üzərinə azacıq qab şampunu, yarım stəkan kimi də ilıq su əlavə edib əlimlə ovxalayıram. Sonda paltarı axar suda şampunu gedənəcən təmiz yuyuram. Qeyd edim ki, müxtəlif rəngli paltarlardan istənilən ləkəni bu üsulla rəngi getmədən çıxarda bilərsiniz. İndi sizə göstərəcəm. Görürsünüz, nə meyvə ləkəsi, nə də yağ ləkəsi heç biri qalmayıbdır. Paltarın rəngi isə öz yerindədir. Həqiqətən də çox effektivli üsuldur. Sınamağa dəyər. Videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi, kanalımıza abunə değilsiniz, abunə olmayı unutmayın.